Bismillah, elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ba'd. Allah'ın izniyle inşallah Məscid-i Nəbəvdəyik. Peyğəmbər sallallahu aleyhi ve sellem məscidində Mədinədə. İnşallah indi Allah'ın izniyle Resulullah sallallahu aleyhi ve sellemin qəbrinin önündən keçəcəyik. İndi hal-hazırda yüngül məlumat olsun deyə bax belə deməli inşallah bu yaşıl kümbəz ki var. Bax Resulullah sallallahu aleyhi ve sellemin qəbri bu kümbəzin altındadır. İndi inşallah içərdən qəbrin önündən keçəcəyik Allah'ın izniyle. Çəkəcəm oranı da mümkün qədər. Artıq yaxınlaşırıq Allah'ın izniyle. Demək bu qapı, bu işıqlı yer. Bu salamdır, bu salam qapısıdır. Buradan girib düz Resulullah sallallahu aleyhi ve sellem qəbrinin önündən keçsən. O üç kapı da okey abi. Bu üç kapı da Abu Bakr radiyallahu anh'ın kapısıdır. Abu Bakr radiyallahu anh'ın kapısına bir dənə Resulullah sallallahu aleyhi ve sellem icazə verib ki, məscidə açılmağa. Bu da düz Resulullah'ın qəbrinin önündən keçən qapıdır. Bura Babu Salam, salam qapısı deyilir. O üç kapı isə Abu Bakr radiyallahu anh'ın qapısıdır. Yəni bir tək Abu Bakr radiyallahu anh'a icazə verilib ki, onun qapısı məscidin içinə açılsın. Elhamdülillah, giririk içəri. Bu Məscid-i Nəbəvinin içidir. Elhamdülillah. Demək çatdıq qəbirlərin önünə. Burada 3 qapı görürsünüz. Bu 3 qapı elhamdülillah. Hal-hazırda Muhammed sallallahu aleyhi ve sellemin qəbrinin önündəyik. Sallallahu aleyhi ve sellem. Allahümme salli ve sallim ala nebiyyina Muhammed. Kama salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Allahümme barik ala Muhammed ve ala ali Muhammed. Kama barakte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Elhamdülillah. Allah subhanahu ta'ala istəyirəm ki, məni də, bütün müslimləri də cənnətdə Resulullah sallallahu aleyhi ve sellemlə qonşu etsin. Allahümme amin. Allahümme amin. Allahümme amin. Burada çox insanlar şirk edirlər. Ya Resulullah deyirlər. Şəfaəti Resulullah'dan istəyirlər. Hər hansı bir duanı Resulullah'ın qəbrinə baxıb ağlayaraq edirlər. Şirk edirlər. Çox böyük şirk edirlər. İnsanların əksəriyyəti tövhidin nə olduğunu bilmir. Allah bu insanlara hidayət versin. Allahümme amin. Halbuki şəfaət bütünlüklə Allah azze ve celle'ye məxsusdur. Tövhid Allah'ın qulları üzərindəki haqqıdır. Resulullah sallallahu aleyhi ve sellemin vəzifəsi, görəvi tövhidi insanlara çatdırmaq idi. Allah azze ve celle'nin risalətini insanlara çatdırmaq idi və çatdırdı da elhamdülillah en layiqli şəkildə və 63 yaşında da dünya ilə vidalaşdı. Bizə düşən isə ondan bizə qalan dini, İslamı haqq olaraq, xalis olaraq Allah azze ve celle'ye məxsus edərək yaşamaqdır. Allah subhanallah tövhid üzərində bizləri yaşatsın, tövhid üzərində canımızı alsın. Və təkrar dua edib Allah'tan istəyirəm ki, Allah azze ve celle bizi cənnətində Resulullah sallallahu aleyhi ve sellemlə qonşu etsin. Allahümme amin. Subhanaka Allahümme ve bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruka ve atubu ileyk.